sual verilir ki, insanın özünü digər insanlardan ağıllı sayması təkəbbürlükdür. Bəli, yəni bu təkəbbürlük, yəni ücub sayılır. Ücub sayılır. Çünki ücub elə odur ki, yəni başqasında olmayan özündə var. Başqasında olmayan bir şey insan özündə olduğunu düşünürsə, yəni bu ücubdur. Yəni insan özü ilə, öz nəfsi ilə qürrələnməsi və eyni zamanda da təkəbbürlük haqqında da Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər verərkən buyurur ki, Əl-kibru badarul haqqi və gamdun nəs. Kibir, təkəbbürlük insanlara, yəni xor baxmaq, yuxarıdan aşağı baxmaq və haqqı qəbul etməməkdir. Və insan da özünü ağıllı sayması ilə xor baxmasıdır və eyni zamanda ağıllı saydığı zaman da başqasının dediyini də qəbul etmir. Ona görə bu təkəbbürlük təhlükəli bir xislətdir. İnsan bundan uzaq olmağa çalışmalı. Çünki qəlbində zərrə qədər təkəbbürlük olan insan cənnətə girməz buyurur Peyğəmbər sallallahu aleyhi və səlləm. Və İbn Teymiyyə rahimehullah buyurur ki, İyyəkə nə'budu ayəsini doğruldan insanda riyakarlıq olmaz. Və İyyəkə nəstə'in ayəsini doğruldan insanda isə təkəbbürlük olmaz. Əgər bir insan təkəbbürlənirsə, özündən razı qalır və özünü daha üstün hesab edirsə, onda elə çıxır ki, o insan və İyyəkə nəstə'in ayəsini anlamayıb. Və yaxud da anlasa belə onu doğrultmayıb. Sadəcə dilində deyir və onu həyata keçirmir. Yəni onun tələb etdiyini yerinə yetirmir. Çünki isti'anə, Allahdan yardım istəmək, insan Allahdan yardım istəməklə ucalır və bunun içərisində ikinci məna vardır. O da insan bilməlidir ki, artıq onun əldə etdiyi bütün nailiyyətlər, elm olsun, güc, qüvvət, əməl, hidayət, istənilən hər hansı bir şey bu Allahın yardımı ilədir. Yəni insan isti'anəni anlayarsa, başa düşərsə, artıq bilir ki, bu nemətlərin hamısı Allahdandır. Yəni onun özündən heç nə yoxdur, heç nə yoxdur. Əgər bir insan bunu anlayarsa belə, o yəni kimə qarşı təkəbbürlük edər? Yəni insanda nə vaxt təkəbbürlük yaranır? Özündən görəndə. Məsələn, elmdir, müəyyən bir şey bilir, amma başqası bilmir. Yəni ona görə mən yaxşıyam və yaxud da falan əməl o edə bilmədi, mən edə bildim. Yəni mən özündən görəndə artıq insan onu edə bilməyənə qarşı təkəbbürlənir. Amma bir insan biləndə ki, bunların hər birisi zərrəciyinə qədər bu Allah Teala'dandır. Bu insan heç vaxt təkəbbürlənməz.